Salam değerli izləyicilər, 19 mart 2025-ci il İmamoğlu'ya qarşı əməliyyatın səbəbi bilinib və görüntüləri görürsüz, milyonlar sayılır. Ötən il Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsinə az bir vaxt qalanda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu'ya ən yaxın adamlardan biri olan İstanbul Böyükşəhər Bələdiyyəsinin İdman klubunun rəhbəri Fatih Keleş pulla dolu çamadanları yığarkən görüntülənmişdi. Görüntülərdə milyonlarla lirənin masanın üstündə bağlamalar halında olduğu ətrafdakı insanlar tərəfindən çeşidlənərək etiketləndiyi və qara rəngli səyahət çamadanlarına qoyulduğu görünür. Axaraz Türkiyə mediasının istinadən xəbər verir ki, CHP'nin İstanbul baş qərargahında qeydə alınan görüntülərlə bağlı məhkəmə prosesi 22 nəfərin şübhəli şəxs qismində dindirilməsi ilə başlayıb və bugün İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən əməliyyat da həmin görüntülərdən sonra başlayan istintaq tədbirləri sırasındadır. Qeyd edək ki, bugün səhər İstanbul Böyükşəhər Bələdiyyəsi, daha doğrusu İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. İmamoğlu'ya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.